məktəbindir bura, ərazi. Bura nəyə görə parking olmalıdır bilmirəm. Qışqırırıq ki, ay uşaq ora qaçma, maşın gəlir. Qalmışıq uşaqları maşınların arasından neçə çıxardaq, vəziyyət təhlükəlidir. Bura paytaxtın Nərimanov rayonu Fətəli xan Xoyski küçəsidir. Bu ünvanda yerləşən 200 nömrəli məktəb-lisey kompleksinin qarşısında bir aydır ki, parking zonası yaradılıb. Məsələ orasındadır ki, həmin təhsil ocağında çalışan müəllimlər də, övladını məktəbə gətirən valideynlər də bundan narazıdır. Səbəblərdən biri parkingin ödənişli olması ilə bağlıdır. Bizə şikayətini bildirən məktəb işçiləri, eləcə də valideynlər deyir ki, həftənin 6 günü səhərdən axşam saatlarına qədər burada maşınlarını saxlayırlar və buna görə gündəlik 6-7 manat ödəyirlər. Bunun da ciblərinə uyğun olmadığını bildirirlər. Deyirlər ki, əvvəllər istənilən vaxt avtomobillərini ödənişsiz park edib iş başına gedirdilər. İndi isə məcburdular ki, ödənişsiz park edə biləcəkləri yer axtarsınlar. Bu da vaxt itkisi deməkdir. Əks halda cərimələnməklə üzləşirlər. Maşını məcbur oluram. Bura gələ bilmirəm, o tərəfdə uzaqda saxlayıram, 200 metr, 300 metr oradan gəlirəm bura, uşaqları qoyuram bura. İndi eləyiblər nəysə, bax belə bir zada, elə birinci gündən elə doğrudan da hamı gördüm ki, narazılıq eləyir. Çox çətinlik yarar. Yaxşı olardı ki, burada bu ömrü boyu burada olub, məktəbindir bura, ərazi. Bura nəyə görə parking olmalıdır bilmirəm. Digər xoşagəlməz məqamsa ərazidə avtomobillərin çox olmasından ibarətdir. Valideynlərin sözlərinə görə hara baxırsan maşınlar hərəkət eləyir. Özü də düz təhsil ocağının qarşısında. Deyirlər ki, uşaqlar məktəbdən çıxıb maşınlarla qarşılaşırlar. Hətta çəkiliş zamanı bu qarışıq vəziyyətin özümüz də şahidi olduq. Valideynlərin fikrincə ərazidə bədbəxt hadisələrin yaşanması qaçılmazdır. Çox mane olur, qoymurlar keçməyə, elə var ki, qəzalar olur burada, problemlər çox olur, düzdür. Allaha and olsun, axşamlar da çıxanda üzr istəyirəm, biz qışqırırıq ki, ay uşaq ora qaçma, maşın gəlir, qalmışıq uşaqları maşınların arasından neçə çıxardaq, vəziyyət təhlükəlidir. Amma maşından əlinə uşaq qaçan kimi tez tuturuq ki, birdən maşın gəlir. Olmur, alınmır yəni. Uşaqların sərbəstçiliyi də olmur. Yəni parking yerinə uşaqlara əyləncə eləsələr, yazal futbol meydançası kimi bisetka eləsələr, məncə daha yaxşı olar. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucovdan cavab gecikmədi. Bizə bildirildi ki, uzun müddət idi sözügedən ərazidə qanunsuz parklanma, maşınların xaotik saxlanması müşahidə olunurdu. Həmin ərazidə təhlillər aparılıb və avtomobil yolunun kənarında səliqə səhman yaradılaraq nizamlı parklanma təşkil olunub. Qeyd edək ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə, yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma taolunu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Qanunvericiliyə əsasən ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda heç bir imtiyazlar nəzərdə tutulmayıb. Verilən cavabdan belə anlaşılır ki, təhsil müəssisəsində çalışanlar və valideynlər mövcud vəziyyətlə barışmalı olacaq. Kimisi ödənişsiz yer axtarıb tapmalı, kimisi isə cərimə olunmamaq üçün parkinqə haqq ödəməlidir. Nigar Namiq, Elxan Camalov, Real.